Dünyada elmə yol açan xatimlər çoxdur. Lakin bəziləri də var ki, bugün onların saldıqları iz, tutduqları yol sadəcə elmdə deyil, insanların qəlbində, zamanın yaddaşında yaşayır. Görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyeva da məhz belə nadir şəxsiyyətlərdən biridir. O, tibbi bilikləri ilə yanaşı insanlara göstərdiyi şəfqət, mərhəmət və zərifliyi ilə xatirələrə həkk olub. Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Əsərləri gənc oftalmoloqlar üçün bugün də dəyərli mənbə olan Zərifə xanımın həyat və fəaliyyətinə qısa nəzər salmışıq. Onun üçün həkim olmaq yalnız peşə deyildi, müqəddəs bir missiyaydı. Hər zaman belə deyirdi. Həkim insanın ən doğma adamıdır. O, özünü insanlardan ayırmamalı, laqeyd olmamalıdır. Azərbaycanın oftalmologiya sahəsində yeni bir mərhələnin təməlini qoyan Zərifə Əliyeva göz xəstəliklərinin diaqnostika və müalicəsində müasir metodları ölkəmizdə tətbiq edən ilk qadın alimlərdəndir. Elmi axtarışlarına 1949-cu ildən başlayan Zərifə xanım ömrünü oftalmologiya sahəsinə həsr eləyib. Ötən əsrin bəlası olan, gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa gətirib çıxaran traxoma infeksiyon xəstəliyinə qarşı ciddi şəkildə mübarizə aparıb. Bu, onun ilk böyük missiyalarından biri olub. Zərif və ziyalı alim simptomitsinlə müalicə metodunu tətbiq etməklə traxomanın Azərbaycanda geniş yayılmasının qarşısını alıb. Bu xəstəliklə mübarizədə tibb briqadalarının, qruplarının üzərində özü gedərdi və özü şəxsən öz tövsiyələrini bilavasitə bu xəstəlikdən əziyyət çəkən insanlara öz şəfasını verərdi. Yəni Zərifə xanım bu mənada minlərlə insana göz nuru vermiş, həyata baxış vermiş, nur vermiş insanlardandır. Zərifə xanım eseri tibb elminə və eləcə də sözsüz ki, Azərbaycan tibb elminə verdiyi töhfələrə görə o eserinin ən məşhur və çox nadir adamlarına verilən mükafata layiq görülmüşdür. Auerbach mükafatı. Zərifə Əliyevanın elmi axtarışları yalnız müalicə ilə kifayətlənməyib. O, görmə orqanının peşə patologiyasını ilk dəfə elmi səviyyədə araşdıraraq dünyada bu sahədə ilk tədqiqat laboratoriyasını yaratdı. Zərifə xanımın apardığı tədqiqatları və yaratdığı müalicə metodları respublika səviyyəsində tətbiq olundu. Görməklə bağlı bir çox xəstəliklərin qarşısı alındı. Beləliklə, elm dünyası yeni bir istiqamət qazandı. Peşə oftalmologiyası. Sənayedə göz xəstəliklərinin baş verməsi və aradan qaldırması kimi yeni bir sahə peşə xəstəlikləri adlanır bu. Bu birbaşa Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Zərifə xanım Əliyeva Azərbaycanın bir iri sənaye müəssisəsində peşə xəstəliklərinə aid laboratoriya quraraq dünya elmində ilk dəfə olaraq istehsalat müəssisəsinin özündə xəstəliklərin baş vermə prosesini öyrənmiş və onların aradan qaldırması yollarını elmi cəhətdən əsaslandıraraq müəyyən etmişdir. Elmi nailiyyətləri, yazdığı kitablar, apardığı araşdırmalar Zərifə xanımı sadəcə tibb dünyasında deyil, həm də Azərbaycanın ziyalılar sırasının önündə dayanan bir şəxsiyyətə çevirdi. Zərifə xanım 1983-cü Azərbaycan Eseri İlmlər Akademiyasının həqiqi üzvü seçilmiş, əməkdar elm xadimi adına layiq görülmüşdür və onun ictimai fəaliyyəti də çox məhsuldar olubdur. Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir alim, bir həkim, bir ictimai xadim kimi əfsanələşməyə bacarmış və o özünün daşıdığı bu titulları xeyirxahlıqla o bütövləşdirərək əsl insanlıq zirvəsinə qalxmışdı. Onun kadrları bugün də onun yolunu davam etdirir, Azərbaycan elmini zənginləşdirir. Bəli, akademik Zərifə Əliyevanın peşəsindəki mükəmməlliyi ailəsinə, ətrafına və vətəninə olan sevgisi ilə tamamlanırdı. Bir sözlə, dərin elmi biliyi və insanlara bəxş etdiyi nurla yaddaşlarda yaşayan Zərifə xanım zərifliyin, alicənablığın, daxili gücün təcəssümü idi.